Gəncədən gəlirəm, Yüküm xılmadı. Bəli, Gəncəyə tədbirə yola düşürük. Yoldan enerji içkisi alırıq ki, yatmayaq. İçimdən bir səs möhkəm qışqır və onları qorxud deyir. Baxdım ki, Kürdəmirə çatmışıq. Sanki iç səsimi eşidib Elçin də yuxudan durdu. Elçin necə oxudusa təmiz yuxum qaçdı. Bir də gözümüzü açdıq ki, artıq Gəncədəyik. Həqiqətən hava çox gözəl, mükəmməl, şəhər təmiz və səliqəli idi. Burada da klassik bloger çəkilişləri eləyirik və yola düşürük məclis sahibinin evinə. Çox gözəl qarşılayırlar. Burada da Yağmur mənim qızıma xüsusi hədiyyə hazırlayıb və gedirik restorana. Tədbir Imperial Garden'da olacaq. Ad günündən olan kadrları isə Part 2-də izləyə bilərsiniz. Hələlik.